2 dəqiqəmiz var, Nədir toxunun bizim? doktor Yəni, mövzuya da. bizim belə hadisələrlə daha çox rastlaşıram. Nə hadisələrlə? Mən yazdığım dərman, məsələn, reseptdə qeyd olunur və bəzi hallarda aptekə müraciət edir. Xəstə o dərəcədə anlayışlı deyil və yaxud yəni çox da məlumatlı deyil. Aptekdə bəzi hallarda dərmanı dəyişirlər. Mən 3 dəfə belə hadisələrlə rastlaşmışam öz xəstələrimlə. Xəstədə əməliyyatdan sonra yazmışam ki, məsələn, bu dərman içilməlidir. Bu dərman xəstədə məsələn olur ki, əllərdə keyləşmə, hipokalsemiya əlamətləri olan xəstələrdə biz xüsusi yanaşma taktikamız var ki, buna deyir ki, məsələn, əməliyyatdan sonra bu əlamətlər olsa, bu dərmanla davam elə. Və olub ki, 2 gündən sonra xəstə zəng edir ki, doktor, məndə o narasılığa keçmədi. Hə, dedim bir dənə bilirəm artıq ki, dedim bir dənə resepti atın, baxın görün hansı dərman yanılsa, bir də aldığın dərmanları çəkin. Artıq hə, WhatsApp-da göndəriblər, baxmışam, görmüşəm ki, yox, mən yazdığım dərmanı aptekdə dəyişdirib başqa dərman. Amma belə şeylərlə də biz üzləşdik. Yəni buna görə də mən buradan əczaçılara üzümü tutardım nə mənada ki, çünki onlar dində əksəriyyəti və yəni bu sahədə məlumatlı olmasa da, yəni düz dərman haqqında məlumatı var, amma həkim yazan təyinatın və ya ixtiyarı yoxdur ki, dəyişdirində. Çünki 3 belə xəstələrindən mən həqiqətən xəstə çox narahat hiss edirdi özünü. Biri gecə saat 1-də zəng eləmişdi. Doktor, mən çox narahatam. Nəticəyə nəticəyə təsir. Bəli, buna görə də əczaçıları da üzümüzü tuturuq ki, çox sağ olun, amma həkim yəni hər halda xəstənin vəziyyətini daha yaxşı bilir və həkimin təyinatına müdaxilə etmək olmaz, qətiyyən olmaz. Sizin işiniz dərmanı yazılan reseptə uyğun olaraq pasientlərə təqdim etməkdir, reseptə dəyişiklik etmək deyil. Ümidvaram ki, bizim fikrimizi anlayışla qarşılayacaqsınız. Mən təşəkkür edirəm sizə. Çox maraqlı, həm söhbətsiz, hər zaman kimi yenə gözləyirik verilişimizdə məmnuniyyətlə. Nəzərinizə çatdırım ki, Ay həkimin bugünkü qonağı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə